Belə bir məsələyə baxaq. Şəkildən göründüyü kimi 4 dənə qab verilib. Birinci qabda da həcm, molyar qatlıq verilib, ikincidə də, üçüncüdə və dördüncüdə. Bu şəklin mənası nə deməkdir? Burdan x litr su gedib və bu qaba 4x litr su gəlib. Bu qaba x litr su gəlib və burada nə verilib? 2x litr də su buxarlanıb. Və bizə belə bir sualda nə deyir? Bizə deyir ki, sualda, əgər bu qabda prosesin sonunda qablardakı molyar qatlıqlar eyni olduğunu nəzərə alaraq x-i tapın. Qabdakı molyar qatlıqlar eynidir. Yəni birinci qabın da molyar qatlığı bərabərdir. Birinci qabın molyar qatlığı bərabərdir ikinciyə, o da bərabərdir üçüncüyə, o da bərabər dördüncüyə. Yəni istədiyimiz iki qabla bu işi həll edə bilərik. Necə? Məsələn, birinci qabda gəl molyar qatlığı tapaq. Birinci qabda əgər V var, fikir verin, bax birinci qabdan danışıram. V bərabərdir 2 litr. Molyar qatılıq Cm bərabərdir 2,5. Mən deyirəm, avtomatik nü-nü tapa bilərik. Düstur belədir də. Cm bərabər nü böl V-dən. Nü bərabərdir C vur V-dən. Nü də bərabərdir C-ni V-yə vuranda eləyir 5 mol. İndi biz bu qabın molyar qatlığını tapaq. Axı bura sonradan x su gəlib, buradan su buxarlanıb. Deyirəm, bu qabda olan molyar qatlığı tapaq. Birinci içindəki molyar qatlığı tapdıq, içindəki molu tapdıq. İndi maddənin bu qabın molyar qatlığını tapaq. Yəni birinci qabda molyar qatlıq bərabərdir nü. Nüsü neçə elədi? 5 mol tapdıq da burada nü bölək V. V-miz neçədir? V-miz 2 litrdir bu qabda. Fikir verin, 2 litrin üzərinə 4x litr su gəlib. Üstə gəl 4x litr və bu qabdan x litrdə su gedib. Çıx x litr. Deməli, nə qaldı? 5 bölək 2 üstə gəl 3x. Yəni, birinci qabda molyar qatılıq buna bərabərdir. İstəyirsə ya bunu tapaq, ya bunu tapaq. Heç bir fərqi yoxdur. C1, C2-yə də bərabərdir, 3-ə də bərabər, 4-ə də. Gəlin C2-ni də tapaq. C2 də bərabərdir. Yenə burada nüyümüz neçə eləyir? Baxın, V verilib 5, Cm verilib 0,8. Nü-nü taparkən nü bərabər CV, buradakı maddənin molu 4 mol eləyəcək. C bərabərdir nü, yəni 4 mol bölək V-yə. V 5 var, üstünə x gəlinib, V 5 litr var, üstünə x litr gəlinib və bundan 2x litri də buxarlandırılıb. Deməli, C2-miz də bərabər oldu. 4 bölək 5 çıx x-a. İndi bütün qablarda molyar qatılıq eynidir. Məsələn, C1 bərabər C2 düsturundan, bax buradan, yəni C1-miz neçədir? 5 bölək 2 üstə gəl 3x bərabərdir. C2-yə 4 bölək 5 çıx x-dan, bax bunu. Bunu həll eləyib kənar hədlər hasili orta hədlər hasilinə bərabərdir. X-i tapırıq. Arada belə məsələlər atacağım. Uşaqlar baxın diqqətlə yollarına. Bilməsəz də direktə şərhlərə yaza bilərsiniz.